Düşünürəm ki, münaqişə dövrləri ilə bağlı Azərbaycan mətbuatının və Azərbaycan jurnalistlərinin çox böyük təcrübəsi var. Belə ki, Azərbaycan son 35 ildə Ermənistanla münaqişə və müharibə dövründə olub. Bu illər ərzində ölkəmizə qarşı informasiya müharibəsi aparılıb. Xüsusən 1-ci və 2-ci Qarabağ müharibəsi illərində xarici mətbuatda Azərbaycanla bağlı yalan xəbər və dezinformasiyalar yayılıb. Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər Media Qrupun baş redaktoru Hacıbəy Heydərli, ATƏT-in münaqişə və humanitar böhranlar dövründə medianın rolu mövzusunda Avstriyanın paytaxtı Viyanada keçirilən konfransda çıxışı zamanı deyib. Hacıbəy Heydərli qeyd edib ki, 44 günlük vətən müharibəsində Azərbaycana qarşı dezinformasiyaların qarşısını Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr alıb. Stat: 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan cəbhədə olduğu kimi informasiya müharibəsində də Ermənistana çox ağır zərbələr vurdu. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədə dünyanın nüfuzlu media qurumlarına 31 müsahibə verdi. Prezident Əliyev həm Azərbaycan, həm Türk, həm Rus, həm də İngilis dilindəki müsahibələri ilə müharibə ilə bağlı həqiqətləri söylədi. Azərbaycana qarşı dezinformasiya və fake newsların qarşısını aldı. Müharibədən sonraki dövrdə Azərbaycana qarşı dezinformasiya kampaniyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolundakı dinc aksiyasını Ermənistan və bəzi qərb mətbu orqanları başqa cür təqdim etdilər. Onların iddiasına görə Xankəndidə yaşayan ermənilər etnik təmizlənməyə məruz qalırdılar. Əslində isə bu kökündən yalan məlumatlar idi. Həmin yol humanitar məqsədlər və dinc əhali üçün açıq idi. Azərbaycan və dünya mediası oradan hər saat canlı reportajlar yayımlayırdı. Mən özüm də bunun canlı şahidi olmuşdum. Baş redaktor qeyd edib ki, bugün də Azərbaycana qarşı bəzi xarici kütləvi informasiya vasitələrində kampaniya aparılır. Təəssüf ki, Azərbaycana qarşı dezinformasiya kampaniyası bugün də davam edir. Ermənistan tərəfi yalan xəbərlərlə dünya ictimaiyyətini aldatmağa çalışır. Azərbaycanla Ermənistanın sülh danışıqları getdiyi bir anda Ermənistan son günlər yenə də sərhəddə yeni münaqişə yaratmağa çalışır. Onlar son bir neçə gündə dəfələrlə Azərbaycanın mövqelərini atəşə tutub, bu da onu göstərir ki, Ermənistan sülh istəmir və təxribatlarına davam edir. Армянские стороны пытаются обмануть мировое сообщество ложными новостями. В последние дни они вновь пытаются создать новый конфликт на границе. А это значит, что Армения не хочет мира. Спасибо за внимание.